Diyeyim, axırıncı videodur bu, sonuncu videodur. Fikri tamamlayacağım. Əsrin əvvəllərində yağış yağdırmaq üçün, havanı idarə eləməkdən ötürü Avropada mərmilər atırdılar. Sonra gördülər ki, bu mərmi atmaq səs-küy yaradır, mərmi atmaq baha başa gəlir. Ona görə bu metodu saxladılar. Yəni, həmişə dediyim kimi mənə inanmayın, oxuyun, baxın. Açıq internetdədir. Yəni mərmi atırdılar ki, yağış yağdırsınlar, havanı soyutsunlar, neyləsinlər. Gördülər ki, əlverişli metod deyil, saxladılar bu şeyi. Mənim indi bu üçüncü versiya daha çox istinad elədiyim, yəni məncə daha çox təsir bundandır. Qulağımızın dibində müharibə getdi və çox böyük bir müharibə getdi. Milyonlarla ton neft yandı. Yəni termobalans deyilən bir şey var planetdə. Planet öz-özünü regulovka eləyir. Hələ bil ki, hələ Avropada əsrin əvvəlində atılan mərmilər kimi 100 qatına, 1000 qatına vurulmuş. Yəni niyə indi havasat belədir? Birinci versiya klimatik silah, xarp haqqında, peyklər haqqında danışdım. İkinci versiya günəşdə siklik proses. Üçüncü versiya isə odur ki, yəni bu zonada, şimal yarımkürəsində böyük bir müharibə getdi. Küllü miqdarda neft yandı, atmosferə sovruldu və onun təsirindən ola bilər bu. Çox məqamları araşdırmaq olar, xırdalamaq olar. Effekt babuçki deyilən bir şey var ki, Chicago'da kəpənək qanat salsa, Alyaskada fırtına baş verər. Yəni atmosfer təzyiqin, filanı bəsməkanı, hətta nüvə sızıntısı, o da havanı karma-karış eləyə bilir, hardasa nüvə sızıntısı. Yəni bunlar ağla batan şey deyil. Çünki İranda məsələn nüvə sızıntısı olsaydı, ətrafı bilərdi. Peyçdən də onu görmək olur, nüvə sızıntısın, nüvə partlayışın. Yəni o da ağla batan bir şey deyil. Qalır hələ bu küllü miqdarda neftin yanmağı, bir də günəşdə soyuq siklin başlamağı. Deyir ki, bəla heç çox tək gəlmir, çox yəqin ki, üst-üstə düşüb. Digər tərəfdən indi İran, Rusiya döşünə vurur ki, klimatik silahı məhv eləmişik, yağış yağır, min şükür Allaha ki, Urmiya gölü dolub, razı. Gəlsən Azərbaycanlı ekspertlərin, Azərbaycanla İran demək olar ki, hələ eyni iqlim zonasındadır. Azərbaycanlı ekspertin rəyinə bax, kənd təsərrüfatına 60% ziyan deyib, doludan, yağışdan. Yəni buna o qədər də sevinmək lazım deyil ki, yağış yağdı, Urmiya gölü bəs təsərrüfat, bəs iqtisadiyyat, yəni ki, gör nə qədər ziyan verdi bu. Bu qədər hərə öz ağlına uyğun mühakimə yürüdüb analiz eləyə bilər inşallah.